Ümumiyyətlə hakimliyin səviyyəsi, biz klubların inkişafından danışırıq, hakimliyin də səviyyəsi inkişaf etməlidir. Yəni biz baxırıq ki, Əliyar Ağayev bizim ən yaxşı hakimlərimizdən biridir. Gedir Çempionlar Liqasında ideal oyun idarə edir. Yəni Qurban Qurbanov da son açıqlamasında şikayətləndi Əliyar Ağayevdən. Gəlir burada bəzən elə anlaşılmaz qərarlar verir. Yəni vara baxır, vardan belə yenə qayıdır, yenə elə bir qərarlar verir ki, başa düşmək olmur. Yəni nədir məqsəd, nədir? Gedib orada vardan, bəlkə varda bunlara başqa şeylər göstərir, başqa epizodlar göstərir. Yəni bilirsən, əslində bu epizoda baxıb vardan belə qərar vermək, yəni nəysə istəmirəm çox başqa yerlərə gedək çıxaq. Ona görə də Sabahın qələbə postunun altında dəhşətli dərəcədə kommentlər var və bu şəhərlərin çoxu hakimliklə bağlıdır. bu normaldır, Nicat. Amma görürsən, bax yenə də biz dediyimizə gəlir çıxır. Bax, mən yenə təkrar edirəm, Xanoğlan müəllim. Bax, bu Sabah klubunun gördüyü işlər həqiqətən də möhtəşəmdir. Yəni Azərbaycan səviyyəsində tam belə deyək də Avropa strukturuna uyğun bir işlər görürlər. Rəhbərliyindən tut, sabahda işləyən mən bəzi insanlar da tanıyıram. Yəni klubla bağlı çox möhtəşəm danışırlar, orqanizasiya olsun və ən əsası meydanda Sabah Dambrauskasının rəhbərliyi altında belə deyək də həqiqətən də çox gözəgəlimli futbol nümayiş etdirir. Və bu ilk epizod deyil ha. Yəni sizə onu deyim ki, bundan qabaq da bəzi oyunlarda yaxın tarixdə bəzi epizodlar var idi, hansı ki ona çox da gözə batmırdı. Çünki oyunların hesabları elə bitirdi ki, o gözə batmağa ehtiyac yox idi. Qəttən qaçır. Razıyam. Məsələn, Karvanla oyunda şübhəli epizod var. Amma bu günləri, yəni belə bir epizodun, yəni yenə deyirəm, bunun hamısı Sabah bugün hətta məğlub belə olsaydı Qəbəliyə, mən sizə inandırım ki, Sabahın şansları daha çoxdur çempionluğa.